Bağışlayan və mehriban Allahın adı ilə salam, əziz və dəyərli Meyrac Media TV izləyiciləri. Hər vaxtınız xeyirli və uğurlu olsun. Yenə xoş gördük hər birinizi. Dəyərli izləyicilər, bizim bugünkü verilişimizin mövzusu süd verən anaların pəhrizi barəsindədir. Əziz izləyicilər, bildiyimiz kimi həkimlər bəzi preparatları süd verən analara qadağan edir və qeyd edirlər ki, süd verən körpəsinə həmin o preparatlar təsir edir. Və həmçinin bəzi qidalar var ki, onların tərkibində vitamin və minerallar və bəzi maddələr o da südə keçir, o preparatların südə keçdiyi kimi və bundan əlavə həmin o qidaların tərkibində olan bəzi zərərli qidaların təbii ki də tərkibində olan bəzi maddələr ananın bağırsaq divarında iltihaplanmaya səbəb olur və bu iltihaplanma da yenə südə keçir. Ona görə də həkimlər hər zaman daim həmin o valideynlərə, süd verən analara məsləhət görür ki, qidalarınızda pəhriz saxlamalısınız. Və həmin o yəni mənfi qidaların təsiri körpələrdə bəzi reaksiyalara səbəb olur. İstəyirəm onu qeyd edim. Bir reaksiyası odur ki, uşaqda allergiyaya səbəb olur və uşağın körpənin nəcisində selikli qişaya və yaxud da onun nəcisində hətta qan da görülür, bədənində səpkilər biruzə verir və bunu kimi bəzi bədən reaksiyaları ilə qarşı-qarşıya gəlirik bizlər. Və mən istəyirəm ki, bu pəhriz barəsində sizlərin nəzərinə çatdırım, hansı qidalardan həmin bu süd verən analar uzaq durmalıdır. Və potensial allergenlər var ki, çiyələk, kivi, sitrus meyvələri, məsələn, narıncı, portağal və yaxud da qatılaşdırılmış süd, süd məhsulları, ən çox da inək südündən valideynlər uzaq durmalıdır. Çünki bunlar allergiyaya səbəb olur. Köp verən qidalar, ən çox paxlallar, lobiya, noxud kimi və yaxud da un məmulatları və s. uşaqda, körpələrdə allergiyadan başqa, yəni onlarda südün dadına təsir edən qidalar brokoli və yaxud da soğan, sarımsaq kimi tərəvəzlər və bundan əlavə südü azaldan qidalar da bunlardır ki, ən çox südü azaldan qidalar reyhan və yaxud da nanə, limon suyu, südü artıran qidalar isə ən çox yaşıl bitkilər, ən çox ıspanaq, yəni tərəvəzlərdən, cəfəri və s. Bunlar südü artırımına səbəb olur və proteinlərdən ət məhsulları, ən çox qırmızı ət, yumurta və yağlı balıqlar, həmçinin yulaf yeməkləri, sulu yeməklər və s. bunlar da süd artımına səbəb olur. Bundan başqa, əziz izləyicilər, valideynlər belə bir sual qeyd edir ki, kofeinin miqdarını nə qədər istifadə etməliyik və həkimlər belə bir məsləhət görür ki, valideynlər, yəni uşağına süd verən analar 3-4 ayına kimi yəni kofeindən uzaq durmalıdır. Enerjili içkilərdən və yaxud da yaşıl çay, tünd çay, yəni bunlardan çox istifadə etmək yəni icazə verilmir. Və 3-4 aydan sonra yarım fincan, yəni onlar istifadə edə bilərlər kofeindən. Və həmçinin yəni bu kofein uşaqlarda beynin nevroloji sistemini, yəni əsəb sistemini oyadır və gecələr yuxusuzluq baş verir onlarda. Çünki həddindən artıq çox istifadə etdikdə ana və uşaqlarda narahatlılıq hissi də oyanır. Ona görə də yəni valideynlər bu dediyim enerjili içkilərdən və yaxud da bu kofeindən uzaq durmalıdır. Bəli, əziz izləyicilər, mən bugünkü verilişimizdə qısa da olsa sizləri məlumatlandırmağa çalışdım. Sağ olun, gələn görüşlərə dək.